Vitamin qəbul etdikdə necə edək ki, qana tam sorulsun? Əvvəla bilək vitaminlərin hansı növləri vardır? Var yağda həll olan vitaminlər A, D, Y, K. ADEK qrupu vitaminləri deyirik və suda həll olan vitaminlər B qrup vitaminləri və C vitamini. Yağda həll olan vitaminlərin qana tam sorulması üçün yağ olması şərtdir. Yəni yağlı xörəklərlə birgə. Yaxşı olar ki, xörəyin ortasında qəbul olunsun. Südlə də, misal üçün D qrupu südlə də qəbul oluna bilər, çünki südün də tərkibində yağ vardır və yağların həzmində əsas iştirak edən bədəndə olan öddür. Yəni qaraciyərdən sintez olunan öd yağların parçalanması və qana sorulmasında əsas rol oynayır. Demək, öd kisəsi xəstəliyi olanlar, öd diskineziyası olanlar, qaraciyər xəstəliyi olanlarda öd ifrazı pozulduğuna görə yağların da qana sorulması ləngiyəcəkdir. Keçək B qrup vitaminlərinə, misal üçün B12 vitamini. B12 vitamininin bədəndə əmələ gəlməsi üçün mədədə daxili amil var, kasıl amili. Bax, bu kasıl amilindən asılıdır. Atrofik qastrit olan xəstələrdə bu kasıl amili çatmır və vitamin B12 normal sintez oluna bilmir. Kron xəstəliyi. Kron xəstəliyi bildiyimiz kimi nazik bağırsağın son şöbəsinin xəstəliyidir. B12-nin də qana sorulan yeri həmin hissədir. Demək, kron xəstəliyində də B12 vitamininin sorulması pozulacaqdır. Bundan başqa ciddi digər bağırsaq xəstəlikləri olsun, çölyak xəstəliyi bağırsağın ağır ciddi xəstəliklərindən biridir. Bax, burada vitaminlərin sorulması pozulacaqdır və vitaminlərin demək normal qana sorulması üçün sağlam bağırsaq, normal bağırsaq mikroflorası lazımdır. Demək ki, disbakterioz olan, ishalı olan, qəbizliyi, ciddi qəbizliyi olanlarda bax bu sorulma pozula bilər.